Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, sadə vasitələrlə samavar təmizləyəcəm. Əvvəlcə içərisinin ərpini təmizləyirəm. Qaynar suya təxminən yarım stəkandan biraz çox limon duzu əlavə edirəm. Sonra samavarı odlayıb təxminən 15-20 dəqiqə qaynadıram. 15-20 dəqiqə sonra qapağını açıb əlimlə azacıq sirkələyirəm. Qaşıqla bu cür sürtürəm. Belə etdikdə ərpi daha tez qopur. Sonra içərisinə təxminən 1-2 stəkan da sirkə əlavə edirəm. Mən üzüm sirkəsi əlavə etdim. Yenə 10-15 dəqiqə qaynadıram. Samavarın odu tam söndükdən sonra qapağı açıb içərisinə biraz soda əlavə edirəm. Təxminən 2-3 qaşıq soda əlavə etdim. Az-az əlavə etmək lazımdır ki, su çox daşmasın. Qaşıqla biraz sürtdükdən sonra samavarın suyunu boşaldacağım. Adi qazan sürtən yardımı ilə bu qaydada içərisini sürtürəm. Sonra axar suda təmiz-təmiz yuyuram. Əgər samavarınızın ərpi çox qalındırsa, bir dəfəyə getmirsə, ikinci dəfədə limon duzu ilə qaynatsanız tərtəmiz olacaq. İçərisini təmizlədikdən sonra üzərini parıldatmaq üçün adi tomat pastasının üzərinə soda əlavə edib bu qaydada limona batıraraq samavarı sürtürəm. Bu üsulla üzəri par-par parıldayacaq. Sonda adi qazan sürtən yardımı ilə də biraz sürtürəm. Axar suda hər tərəfini yenidən tərtəmiz yuyuram. Gördüyünüz kimi samavar nə qədər köhnə, qədim olduğuna baxmayaraq içərisi tərtəmiz oldu. Üzərini də sizə çəkib göstərəcəm. Həqiqətən də sadə, evdə olan vasitələrlə asan üsulla təmizlik etmək olar. Görürsünüz, üzəri par-par parıldayır. Əgər videom sizlər üçün faydalı oldusa, İzləyərkən bəyənməyi, kanala abunə deyilsinizsə abunə olmağı unutmayın.